Hardadılar? Yaxşıdırlar. Mədinə İsveçdə yaşayır, Stockholm şəhərində. Elə yaxşı məqamı indi deyəcəm. 3 dənə nəvəm var. Ay maşallah. 2 qız nəvəm, 1 oğlan nəvəm. Allah saxlasın. İnşallah ayın 20-si də sabahı biri gün mənim qızımın ad günüdür. Ürəkdən təbrik Təbrik edirik. edirəm Mədinəni buradan. Özüm getməsəm də qudam getdi ora. Qaynanası oradadır. İndi bugün çatdı artıq. Öpürəm onu, qucaqlayıram. Ya gözəl anadır. Uşaqlarına özü baxır yoldaşı ilə. Yəni işləyir, zəhmətkeşdir. Yəni bilirsiniz də xaricdə çox hamıya hasant gəlir hər bir şey. Amma çox çətindir. Orada işləməsən, çalışmasan. Yəni heç bir yerdən gəlir yeri, qazanc yeri yoxdur. Bəlkə qızın ikisi də xaricdə yaşayır, yox? Artıq 14-15 ildir gedib gəlirəm oraya. İldir gedir, gəlir və hər şeyi özü təhlil edib görə bilir. Özdə İsa mənə deyirlər, niyə qalmırsan orada? Deyirəm, niyə qalım orada? Mənim işim, gücüm, qazancım, mənim burada dostlarım. Mən orada gedib neynəməliyəm ki, mən dil bilməliyəm, birinci növbədə dil. Dili öyrənmək üçün mən bu yaşda mənə çox çətin olur dili öyrənmək. Elə burada qalmaq yaxşı. Nəyimə lazım? Vətənimdə oturmuşam. Nə işləyir qızlarınız orada? Tibb bacısı. Tibb bacısı. Ay maşallah. Təhsilini aldı onda orada. Da aldı. İşləyir. Çox da mənə də deyirəm onu hərdən ki, mama sənə qurban olar, yorulursan da, necə çatdırırsan, yəni. Dedim, amma inanırsan, o qız deyir, işimə sevgi ilə gedirəm, şoka düşdüm. Deyir, mən səhər işə gedirəm, o qədər sevgi ilə, o qədər deyir, istəyi ilə. Deməli, gözəl enerji alır öz işindən. Onu insan öz işini sevirsə... Sabah işi varsa, çox sevinir ki, oy, gedəcəm işə, mənim nə ürəyim açılacaq. Yəni, dedim, yaxşı, elə belə yaxşı. Elə belə yaxşıdır ki, mən fikir eləməyim sizə görə. Bəs Əminə? Əminə buradadır. Yəni, Travel'da işləyir. Travel şirkətində. Travel şirkətində. Elə o özü üçün gedir, xaricdə çox olur. Tez-tez gedir, gəlir, gedir, gəlir. Maşallah. Siz də ağıllı qızlar, almazınız. Uşağı da maşallah, çox ağıllı önəmlidir. Artıq böyük qızlar. Maşallah. Maşallah, Allah sağlasın. Allah bütün balalarımızı xoşbaxt eləsin. Mən sevinirəm ki, bir qadın deyəndə ki, mən balalarım ağıllıdır, oxuyublar, ya yaxşı ailə qurublar. O qədər sevinirəm, çünki hər ana-atanın arzusu balasıdır. Gözəl arzusu. Valideynləri Allah Taala övladla sınağa çəkir. Mən bundan başqa arzu bilmirəm. Bax, deyirsiniz ki, sənətdə, mənə birinci evladlar. Bəli, tam doğrudur. Analıq daha önə çıxır.